Başladı. Bəli. Deməli gözəl insanlar. Dərsimiz integral. Belə başlayaq. İntegral törəmənin tək funksiyası deyil. Aydındır. Normalda elə deyirlər. Deyil. Diferensiyallama funksiyasının tək funksiyasıdır. Çox şey öyrənəcəyik. Aydındır. Məsələn, bu integralı haqqında çox danışan var, çox eşitmişsiniz. Hamımızın yəqin ki xəbəri var. Siz bilirsiniz ki, bizim istifadə edədiyimiz integral Riemann integralıdır. Amma o qədər çox istifadə edirik ki, otomatikdə digər yox deyə. Lebesgue integralları da var məsələn. Biz onu bilmirik, elə integral deyib keçirik. Əslində integrallama sistem olaraq fərqli sistemlər vardır. Bizim öyrənəcəyimiz integral Riemann integraldır. İndi bu haqda biraz söhbət edək. Altyapımız olsun. Yavaş-yavaş davam elətdirəcəyik. İndi eynən törəmədən kimi olacaq yəqin ki, biraz. Amma belə bir şey deyim uşaqlar. Hardasa yəqin ki 2 saat olacaq bu dərs. Nə oldu? Yaxşı. Düşür hər yer? Hardasa necə? Hardasa 2 saat olacaq və sizə deyim ki 2 saat müddətində integral öyrənilməz. Heç 2 aya da öyrənilməz. Bizim öyrəndiyimiz integral burada görəcəyimiz sadəcə bir növ bir girişdir. Bir neçə məlumatımız olacaq. Çox dərin mövzudur bu mövzu. Eynən törəmə kimi. Eynən törəmə kimi. Törəməni də məncə yaxşı görmüşdük. İndi faydalarını görəcəyik uşaqlar. Deməli, onda belə başlayırıq uşaqlar. Ulduz 1. Birincisi, bu diferensiyal nədir onu görürük. Fərqli işarələmələr mövcuddur. Bizim burada istifadə edəcəyimiz işarələmə belə olacaqdır. dfx, yəni fx funksiyasının diferensiyalı. Burada tək dəyişən x olduğuna görə diferensiyalı anlamanın x-ə nəzərən aparıldığında şübhə yoxdur. Bərabər olacaqdır f törəmə x dx. Bu dx bir şeyə gəlmir, bir vuruq deyil burada. dx yazılışı bu anlama gəlir ki, x-ə nəzərən törəmə alınır. Deyəsiniz ki, başqa cür nə ola bilir ki? İndi bir bunu biraz daha izləyək. Məsələn, x kvadratın diferensiyalı, dx kvadrat. Nə olacaq? X kvadratın törəməsi. 2x dx. Bu dx nəyi göstərir? Törəməni kimə nəzərən aldım? X-ə nəzərən. Biraz daha irəlilədirəm uşaqlar. X kvadratı plus 3y-in diferensiyalı. Bərabərdir. X kvadratın törəməsi 2x. 3y-in törəməsi törəməni x-ə nəzərən alırıqsa, y burada sabitdir. Nə olsa y-ə çox dəyişədir. Y burada a, b, 2, 7 kimi bir ədəd. Nə olacaq onun törəməsi? 0. Olacaq 2x dx. Aydındır. Biraz daha ileri gedirik. X'in kvadratı y'nin kubu. Bunu x'e nəzərən törəmə alırıqsa nə olacaq deyərək? 2x dx. İndi maraqlı bir şey eləyəcəyik. X'in kvadratı y'nin kubu. Olacaq 3y kvadratı dy. Yəni bu dəfə törəməni nəyə nəzərən aldıq uşaqlar? Y-ə nəzərən aldıq. Bu dəfə x burada nə oldu? Sabit oldu. İndi mən görürsünüz də dx-i sağ tərəfdə yazdığıma görə əvvəlcədən törəməni nəyə nəzərən aldığımdan çox xəbərdar ola bilmirəm. Dolayısıyla belə bir yazılış daha məqsədə uyğundur. Ulduz 2. Yəni belə. D fx böl dx. Bu yazılışdan mən elim ki dx vuruğu yoxdur. Kesir bu bir tərəfə də. Bu daha məqsədə uyğundur. Bilirəm ki mən burada nəyə nəzərən törəmə almışam? X-ə nəzərən. Bərabərdir bizim o nəyi öyrəndiyimiz f törəmə x-ə. Dolayısıyla dx kvadratı bölünsün dx nə anlama gələcək uşaqlar? 2x. İndi burada daha rahatdır da d x kvadrat plus y üstü 4 bölünsün dy. Nə anlama gəlir? X kvadrat plus y üstü 4'ün törəməsini alıram. Amma kimə nəzərən alıram? Y-ə nəzərən. Y-ə nəzərən törəmə aldığıma görə x burada nədir? Sabitdir. Dolayısıyla nə olacaqdır? 4y kubu. Aydındır. Ya da məsələn dx plus y 2x plus 3y böl dx. 2. Aydındır. Sağ ol. Buradadır. Gəlir. Gəlir. Qoq deyə zaten. Hə, aydın oldu. İndi ulduz 3. İndi uşaqlar, bizim sıx rastlaşacağımız məsələ var. Məsələn, integral belə olacaq. 2x dx. Bax, buradakı dx həmin məsələdir. Yəni bu 2x dx. Bu integral.
Nə anlama gəlir? Nəyin törəməsi 2x-dir. Kimə nəzərən? X-ə nəzərən. Bu dx-in, d-nin özü də burada şeydir ha. Diferensiyallama motoru deyirlər də, d-nin özü də diferensiyal göstərir. Əslində dx-dən anlama gəlir? Dx bərabərdir, x-in integralı törəməsi 1 dx. Yəni burada ola bilər dx kvadrat. Onu da nə ilə əvəzləyəcəyik? 2x dx. Bildiniz də? Yəni orada boş-boşda durmur, möhtəşəm bir şeydir. Şu an bunu dərindən öyrənmək. Çox. Yəni adam oturup burada bir möhtəşəm sistem qurub. Sistem. Kim? Newton. Manyak bir insan. Dahi və dindar Newton. Bəli. 9 milyon söz istifadə edibdir ömür boyunca. Yazıb. 9 milyon söz yazıb. Və bunun 6 milyonu din barəsində. 3 milyon riyaziyyat. Siz onu nə kimi tanıyırsınız? Riyaziyyatçı kimi. Bəli. Amma yox, əsas riyaziyyatçıdır. Bəli. O vaxtı fizika diye bir şey yox idi. Riyaziyyatçıdır. Çox maraqlıdır. Və məsələn populyar kültür, bir növ batı mədəniyyəti Newtonu ateist kimi qərarına vermək istəyir, amma Newton çox dindar adam. Və mən onun şeylərini oxumuşam, kilisəyə eleştiriləri. Kilisəni eleştirir. Onları oxuyanda görürsən ki, Newton öz-özlüyünə tövhidi tapır. Yəni bizim İslamiyyətdəki Allah inancımızı Newton özü tapır. Deyir ki, burada üçləmə vardır, bu Allahın təşkiyinə ziddir, belə bir Allah ola bilməz. O İsa, kutsal ruh və Allah var artıq xristiyanlarda. Sürüyür yəni kilsəni. Zaten bu adam manyak bir adam. İşin qəribə tərəfi Newton bunu bir tərəfdə eləyəndə, Leibniz də başqa bir tərəfdə eləyir. İkisi də bir-birindən xəbərsiz diferensiyal integral tapırlar. Və bunlar kalkülüsün təməlini təşkil edir. Və bunların hamısı eyni əsrdə, eyni 10 illikdə baş verir. Və Newton cəmi 21 yaşı olur. İndi bunlar nəzər ayında 21 yaşında, 19 yaşında deyirlər bu uşaqdır, bundan bir şey çıxmaz. Newton nələr edir? 21 yaşında. Bəli. Qəribə. Yəni riyaziyyat tarixini oxuyanda şunlar işlər çox fərqli olur. Nəysə, davam. İntegral 2x dx nə anlama gələcək uşaqlar? X kvadrat plus c. Bunu elə belə yazdım bura. İndi bunu izah edin. Deməli deyirik ki, bir fx funksiyası olsun. Genel olarak bunu böyük fx'dən göstərir. Elə bir funksiya ki, onun törəməsi balaca fx'i versin. Təbii ki, bura bir dənə də nə yazıram uşaqlar? Bunu yazmıram. Yaxşı, bunun belə olduğunu anladık. Çox da dərinə getmirəm də, belə göstərirəm. İndi, onda fx funksiyasının integralı və ya deyərik fx funksiyasının ibtidai funksiyası bərabər olacaqdır fx plus c-yə. Bu c burada nə eləyir? Yəni elə bil ki, əslində bu ibtidai funksiyalar ailəsidir. Onlar sonsuz saydadır. Aydındır. Onların da elə bir ki, məsələn, tutaq ki, x kvadrat. Bunun törəməsi nədir? 2x. Amma sadəcə onun törəməsi 2x deyil ki, x kvadrat 1-in də törəməsi x-dir, plus 2-nin də törəməsi 2x-dir, plus 3-ün də törəməsi 2x-dir. Hamısı nədir? 2x-dir. Və c burada uşaqlar nə olacaqdır? Sabit bir ədəd olmaq şərti ilə, onda biz deyirik ki, bunun integralı və ya ibtidai funksiyası olacaqdır fx plus c. İndi bizim bəzən o c-ni tapmalı olacaq, o başqa bir məsələdir. O başqa bir məsələdir ki, o c tapılsın. Aydın oldu bura qədər. İndi gəlin örnəklər verir. Məsələn, ulduz olsun 4. Məsələn uşaqlar, biz bilirik ki, x kubun törəməsi nəyə bərabərdir? 3x kvadrat. Bu o deməkdir ki, 3x kvadratın integralı nəyə bərabər olacaqdır? X kubu plus c-yə. Yenə uşaqlar biz bilirik ki, məsələn, x üstü n'in törəməsi nəyə bərabərdir? N vurulsun x üstü n çıx 1. Dolayısıyla burada bir kafa yürüdürəm uşaqlar. Deyirəm, əgər belə olsaydı, x üstü n plus 1 böl n plus 1 olsaydı, bunun törəməsi nə olardı? N plus 1 gələrdi qabağa, 1 əksilərdi, bölünsün n plus 1'lər bir-birini aparardı, olardı nə? X üstü n. Bu o deməkdir ki, x üstü n'in törəmə integralı olacaqdır nə? X üstü n plus 1 böl n plus 1 plus c. Onda mənim uşaqlar, mənim bütün bu danışdıqlarımdan son olarak öyrəndiyim nə oldu? Ulduz 4 ən vacib məsələ. X üstü n'in integralı nəyə bərabərdir? X üstü n plus 1 böl n plus 1 plus c. Təbii ki, hansı n'lər üçün? Mənfi 1-dən fərqli n'lər üçün. Mənfi 1 olsa nə olar?
İndi onu görəcəyik. Mənfi 1 olsa nə olar? İndi bir neçə dənə sual. Gedək uşaqlar yuxarı. Yuxarıda azaq bunları danışmışıq. Bu yenə bənövşəyi suallar özət olduğuna görə uşaqlar biraz daha üstündən keçmişik məsələni. Deyirik ki, fx-in törəməsi tutaq ki, fx-dir. Onda fx-in integralı fx bir üstədir. Fx-ə burada nə deyirik? İntegral 6 funksiya. Böyük fx-ə nə deyirik? Fx-in ibtidai funksiyası və ya onun nəyi? İntegralı. Tutaq ki, S1 sabitdir. Onun törəməsi nəyə bərabərdir? 0-a. Onda bu A deyil də şurada bu səhv düşüb. 0dx bizə nəyi verəcəkdir? S-ni. 1dx, 1dx nə deməkdir? Elə dx deməkdir. Nəyi verəcəkdir? X plus S-ni. Gəl o zaman. Müəllim, Tamam. eşq olsun. İlham Əliyevin qəbuluna yazılırsa, 14 iş günü ərzində cavab gəlir ki, yaxınlaşın filan ünvana. Ay qardaş, sənin 20 köməkçi var deyə bulaşmırsın. Çox oldu bir adam qızışdırır. Allah hamdolsun. Axırı özünüz gəldiniz. Bu bizim dedim uşaq. Xoş gördük arkadaşlar. Xoş gəldiniz. Maşallah. Bax gəlmək bu qədər çətindir, amma getmək asandır. Həmin olsun. Dəmrəz, hakim aşağı gəlsin. Hə, tamam. Mən çəkirəm. Kamera çəkir. Bəli, bəli. Hə, çəksin. Səlam Səlam verin verin. Mən? Məşhur O tarixçi. nədir? Herodotdan sonra sizsiniz. Herodot yalançı olub, ondan sonra deyəm mən. Mən elə bir bax. Sağ olun. Siz də Allah aşkına yaxşı görüşərik. Özlə yaxşı. Əsas məqamda Görüşərik. İnşallah. Elə bütün benim ailə kimi davranır. Sağ olun, sağ olun. Sağ olun. Hoca, xahiş edirəm, o valideyn sizə neçə günlük yazır. Biri də yazır, bir ilin qəbuluna düşə bilmir. Bildikdə qədər uşaq çoxdur, başa düşürəm, ona olmur axı. Yox, cavab yazamam. Hamı cavab yazsın. Emin müəllim, təhsil nazirində yazırsan cavab yazır. Sən nə üçün tık yox, ne qədər? Yoruma gəlsin, yorumlarda yazsın. Heç olsun müəllimin telefonu var, yazın ona bir salam, əleykum salam. Deməli, bir adama, balamın valideyinlə gəlmişəm, 20 dəqiqə burada gözləyirəm, yığıram, açmır. Yığıram, açmır, yığıram, açmır. Ağada gəlmişəm, södə görüm, dedim, niyə açmır, belli, telefonu ilə qoyub gəlmişəm. Dedim, yazan və zəng edən çoxdur, qoruluram. Pul verədim, mən də 3 dənə uşaq tapanda 10 gün sevinəm. Zeynə şükür, yaxşı. Sağ ol, sağ ol. Sağ ol. Qardaş, sən istəyirsən? 10. Elə otur, otur integral keçək. Desənci qurumsan? 2, qəşəksin, atın. Hə. Sən biraz dərsə qulaq as, yaxşı, sonra qeydiyyat edək gedərsən. Hə. Yaxşı, gözəl insanlar. 20 dəqiqədir danışırıq, hələ birinci səhifədəyik. Narahat olmayın, 14 səhifədir cəmisi. Heç birinci səhifədə də deyil, birinci səhifədəyik. Birinci səhifəni qurtardıq. Allah'ın izniyle uşaqlar, İnşallah bu yarım əsrdə integralı bitirəcəyik. Tamam, tamam. Kx-in integral törəməsi uşaqlar x-ə nəzərə nəyə bərabərdir? K-ya. Onda Kx-in uşaqlar integralı da, başlayın, K-nın integralı da olacaqdır nə? Kx plus-dir. Bir dənə bunu hamınız bilirsiniz. X kvadratın törəməsi bayaqdan deyirik. Nə olur? 2x. Onda 2x-in integralı nə olacaq? X kvadrat plus 8. Hə, gəldik bura. Deməli uşaqlar, görürük ki, fx və gx funksiyalarının cəminin integralı integrallarının cəminə bərabərdir. K sabit bir funksiyadır. Bizdə hər bir ədəd əslində bir funksiyadır. K vurulsun, fx dx bərabərdir. K vurulsun, fx dx. Yəni ki, hasildəki sabit ədəd integral xaricinə çıxa bilər. Amma bu ədəd nə ola bilməz uşaqlar? 0 ola bilməz. Sonra buna da məşhur deyərdi uşaqlar, Newton-Leibniz düsturu. Şimdi yəqin ki, o bayaqki hekayəmizdə məlum olub ki, niyə düsturun adı Newton-Leibnizdir? İkisi bir yerdə. Deməli, bu Newton-Leibniz düsturundakı məsələ nədir uşaqlar? Bu da böyle xərtdir. Burada əslində, bundan əvvəlki integral qeyri-müəyyən integral idi. Yəni, onun nəticəsi bir funksiyaydı. İndi öyrənəcəyimiz integralsa müəyyən integraldır. Yəni onun nəticəsi bir funksiya yox, müəyyən bir ədəddir. Hər hansı bir ədəddir. Burada nə edirik bu yazılışda? Belə oxunacaqdır. İntegral A-dan B-yə fx dx. Tutaq ki, fx funksiyasının ibtidai funksiyası böyük fx-dir. Bu A-dan B-yə integrallarında nə olacaqdır? Gətirib əvvəlcə yerinə B qoyacaq, sonra A qoyacaq, sonra da onların nəyi tapacaq? Fərqini tapacaq. Bu bizə
verəcəkdir müəyyən inteqralın nəticəsini. Məsələn, birinci suala baxırıq. 2023 çox bəsit sual olur. Bax, görürsünüz. 0-dan 4-ə 4x x. Həmən düşünürsən, nəyin törəməsi 4x-dir? 2x kvadrat. Bəli, olacaqdır 2x. İndi bəsitdir deyə düşünürsən, uşaqlar. Bəzən elə funksiyalar olacaq ki, onların inteqralını düşünərək tapanmarsan. Orada fərqli metodlardan istifadə edəcək. İndi Allah'ız veribdir ki, o metodların çox böyük əksəriyyəti sizin proqramda yoxdur. Məsələn, əvvəllər var idi hissə-hissə inteqrallanma. O artıq proqramda yoxdur. Aydındır? Ya da dəyişəni dəyişmə. Artıq o proqramda yoxdur. Türklərdə buna laptü deyirlər. Laptü yoxdur. Çox şey var uşaqlar. Yəni proqram çox bəsitləşibdir. Ancaq sadə şeylər var. İndi nə oldu uşaqlar? Düz deyil. 2x kvadratı. 0-dan 4-ə. Əvvəl gətirib yerə nə qoyacaq? 4. Nə alacaq cavabı? 32. Sonra nə qoyacaq? 0. Nə alacaq cavabı? 0. 30-dan 0 çıxanda 32. Aydındır? Bu sizə bayaq danışdığım məsələdir. Burada da bir törəmə işarəsi olmalıdır. X üstü n plus 1-in böl n plus 1-in törəməsi n plus 1 qabağa gəlir. Bunlar bir-birini götürür. Geriyə nə qədər x üstü n. Bu isə o deməkdir ki, x üstü n-in inteqralını tapanda buradan istifadə edə bilərik. İndi nümunələrə baxaq. X-in inteqralını tapırıq. Nə olur? X plus 1 böl 1 plus 1. X üstü 1 plus 1 böl 1 plus 1. Nə olur? X kvadrat böl 2. X kvadratın inteqralını tapırsan. Nə olacaq? X üstü 2 plus 1 böl 2 plus 1. Nə olacaqdır? Fidan xanım, Elvini şikayət edin evinə. Deyin ki, evdə buna qrafat verin, evdə yatsın. Həmən yazın. Bəli. Sonra kök altda x-in inteqralı. Nə olacaq uşaqlar? Kök altda x-i yenə nə yazacaq? X üstü 2-də 1. Olacaq x üstü 2-də 1 plus 1 bölünsün. 2-də 1 plus 1. X üstü 1/5-in inteqralı. Olacaq x üstü 1/5 plus 1. 2/5 böl 2/5. Çətin deyil. Getdik. Gəldik uşaqlar 2022 sualı. Məncə çox bəsitdir. X üstü 4/5 böl kök x. Əvvəlcə bu ifadəni bir sadələşdirək. 4/5 böl kök x-in yerinə nə yazaq? X üstü 0/5. Görəndə nə alacaq? 4-ə x üstü 4. Onda cavab olacaq integral 1-dən 2-yə x üstü 4 dx. Bu da nə deməkdir uşaqlar? X üstü böl 5. 1-dən 2-yə. Əvvəl yerinə nə qoyacaq? 2. Olacaq 2 üstü 5. 32 böl 5 çıx. Yerinə 1 qoyacaq. 1 böl 5. O da nə edəcək uşaqlar? 31 böl 5. Çətin deyil? Aferin. Sıradakı. Deyir ki uşaqlar, integral 2022 yenə 0-dan b-yə bu ifadəni veribdir. Bərabərdir buna. Deyir köşklər cəmini tapır. Həmən düşünürəm Mövran. Nəyin törəməsi 4x kub eləyir? Əla, x üstü 4. Çıx. Nəyin törəməsi 2x eləyir? X-in kvadratı. Üstə gəl. Nəyin törəməsi 4 eləyir? 4x-in. Çox rahat deyil uşaqlar. Bəli. 0-dan b-yə. Yəni gətirib əvvəl yerinə nə qoyacaq? B. Sonra 0. Sonra onları fərqi tapacaq. B qoyanda nə alacaq? B üstü 4. Çıx. B üstü 2. Üstə gəl. 4b. 0-da qoyanda zaten nə eləyəcək? 0. Çıxanda da bir şey dəyişməyəcək. Demək ki, bu ifadə nəyə bərabər imiş? Bu ifadəyə. B üstü 4 plus b kvadratı çıx b. B üstü 4'lər bir-birini apardı? Apardı. O bir tərəf atanda alacağım ki, 2b kvadratı çıx 5b bərabərdir nəyə? 0. Bunda köşklərin cəmi Viet teoreminə görə olacaq 5 bölünsün 2. 2/5. Aydın oldu aslanlar. Sıxıntı yoxdur. Problem yoxdur. Rahatdır xanım. Aferin. Gəldik sıradakına. 2023. 2023 da asan sual da gəlir. Bax görürsün. Uşaqlar, x kvadrat çıx 9'u qruplara ayırarıq. Necə ayırarıq? X çıx 3, x plus 3. Bölünsün, x çıx 3. X çıx 3'lər getdi mi? Getdi. Nə qaldı uşaqlar geriyə? İntegral 2-dən 4'ə x üstə gəlinsin 3 dx. Bu da bərabərdir. Nədir x-in integralı? X-in kvadratı böl 2. Üstə gəl. Nədir 3-ün integralı? 3x. 2-dən 4'ə. Əvvəl yerinə nə yazarıq uşaqlar? 4 yazarıq. 4'ün kvadratı 16 böl 2, 8, 12, 20. Çıxılsın, sonra 2 yazarıq. 6, 2, 8 hə? Cavabda nə olar? Səhv eləmədir. Yaxşı.
Sonra 2023 yine yaz. Deyir ki fx beraberdir 2x plus x kub plus 2 funksiyasının 1-11 noktasından keçen fx iptidai funksiyasıdır. Biz öğrendik ki bir funksiyanın sonsuz sayıda neyi var? İptidai funksiyası. İptidai funksiya ne demektir? İntegral. Hemen integral diye uşaqlar bunu. İntegral fx dx. Deyin görün neye beraberdir? 2x'in integralı x kvadrat. X kubun integralı x üstü 4 bölü 4. Üste gelinsin. 2'nin integralı 2x. Plus 1 demişe ne olmalıdır burada? S. Çünkü o sabitle. O sabitindeki 0 da. Evet, S. Bu hansı bu fx'tir uşaqlar. Böyle fx'tir. Bu hansı şərti ödəyir? 1 verəndə cavab ne olur? 11 olur. İndi f1 bərabərdir 11'e. Yerine koyalım. X'in yerine 1 koyuyor. 1 plus 4'te 1 plus 2 plus S bərabərdir 11'e. Ne elde edilir uşaqlar? 3'ten 4'te 1 plus S bərabərdir 11'e. S neçədir onda buradan? 7'den 4'te 3 mü? 7'den 4'te 3. İndi həmin funksiyada nə istəyir uşaqlar bizdən? F mənfi 1. Gətirib x gördüyüm yerə nə yazıram? Mənfi 1. Nə alıram onda? 1 plus 4'te 1 minus 2 plus S. S nədir uşaqlar? 7'den 4'te 3. Cavab eləyir neçə? Elə bir sadəcə fərq odur ki, əvvəl plus 2 idi, indi minus 2 idi da. 4 fayda azalmalıq da onda. Cavab neçədir? 7'dir. 7. Aydındır. Bəli, sıradakı 2024. Uşaqlar nə deyir? A və B natural ədədləri üçün niyə natural ədəd deymişik? Natural deməsən. Ha, neyse, bana şöyle elə. Ya uşaqlar, əvvəla bunu gəl hesablayaq. İntegral 3'ten 6'ya x kvadratı dx. Nədir x kvadratın integralı? X kub bölünsün 3, 3'ten 6'ya. Əvvəlcə x-ə nə verəcəyik? 6. Olacaq 6'nın kubu böl 3, çıx, sonra 3 verəcəyik. 3'ün kubu böl 3. Bu da eləyir 72 çıx 9, elə mi? 72 eləyir da. 63, 63. Sonra, indi bunu hesaplayaq. İntegral A'dan B'ye x dx. Ne eləyir A'dan B'ye x dx? X kvadratı bölünsün 2. A'dan B'ye. Əvvəl gətirib yenə nə qoyuruq? B. Ne alır uşaqlar? B kvadrat bölü 2. Çıx, sonra nə qoyuruq? A. A kvadrat bölü 2. Ne aldı uşaqlar? B kvadrat çıx, A kvadrat bölünsün 2. Nəyə bərabər imiş? 63'e. Buradan alacaq uşaqlar. B kvadrat çıx, A kvadrat nəyə bərabərdir? 126'ya. Bizdən də elə nəyi soruşurdu? B kvadrat çıx, A kvadrat. Amma indi mən burada şübhəli qaldım. Bu şərti ödəyən natural ədədlər varmı? Həmən yoxlayaq. Elə natural ədədlər tapmalıyıq ki, B kvadrat çıx, A kvadrat nə eləsin? 126. A'nın 1 olduğu şərtdə yoxdur. 2 olanda yoxdur. 3 olanda yoxdur. 4 olanda 126 ilə 16 yoxdur. 5 olsa 126 ilə 25 olmur. 6 olsa 126 36 neçə olmur. 7 olsa 126 49 olmur. 8 olsa 126 64 aha. 9 olsa 126 81 desen olur. 126 81 yok olmuyor. 7 ile yukarı. 126 81 7 207 bu da tam kvadrat değil. 10 olsa et değil. 11 olsa 121 ile yine değil. 12 olsa 144 belə havata qədər gedə bilərik ki. Yaxşı, qruplara ayırıb baxsaq, yox, bu iki dənə cüt ədədin asili olmalıdır, ya da iki tək ədəd olur. 126, 2 cüt ya da iki təkin asili deyil. Belə natural ədədlər yoxdur. Gəlin bunu natural eləməyək. Niyə buna natural deyirik ki? Nə dəxli var? A və B natural yox, həqiqi olsun.
Özümüzü niye işe salırıq? Natural yoxdur, yox. Hə, sıradakı funksiyasının ibtidai funksiyasının ümumi şəkli. İbtidai funksiya nə deməkdir? İntegral. Həmən düşünün uşaqlar, nəyin törəməsi 8 x üstü 7 eləyir? X üstü 8 plus nəyin törəməsi 7 eləyir? 7x plus bir də həmişə nə olur? 8. Bəli. Gəldik digər başlığa. Deməli, bayaq bunu görmüşdür uşaqlar. K vurulsun fx dx, bunu müəyyən integralda görmüşük, deməli qeyri-müəyyənə də aiddir. K burada integral işarəsinin xaricinə çıxa bilər. Digər tərəfdən A-dan B-yə fx dx adırsa, B-dən A-ya fx dx nədir? Mənfi adır. Çox maraqlıdır, bunu birazdan göstərəcək səbəbini. Bir də A-dan B-yə fx dx, üstəki A-dan B-yə cx dx, yəni sərhədlər eynidirsə uşaqlar, bunları bir integral işarəsi altında yaza bilərik. Buna da diqqət edin. İndi gedək o ikincili göstərək. Gözəl oğlan, nədir sənin adın? Yeni gələn. Hüseyin. Hüseyin, bu ildən mi başlamaq istəyirsən, gələn ildən mi? Bu il. Bu ildən, aslansan. 3-cü, 6-cı günlər saat 6-dan 9-a vaxtın var. Hayır. 3, 6, 6, 9 yoxdur. Hayır. Pis oldu bu. Ancaq yəni bugün alır. Bu gün alır. 2-5 saat neçədə? 5'ten 9'a alır. İşte möhtəşəmsən. Onda biraz çətin olacaq sənin üçün. Narahat olma, bu axırıncı. Bundan sonra asan mövzuda keçək. Gəlmişəm bacım. Törəmə gəlsin integrala keçsin. Nə danışırsan? Aferin sənə. Heç də, onda kef elə. Adam bilir də, görürsün. Nə yaxşı, ay Allah, bizə də törəmə bilər uşaq gəl. Sağ ol, özdə 10-cu sinifdə. Bizə normalda kəsirlə başlayırıq ürək. Mənfi 2-də bir çıx 3-də biri soruşuruq. Eləyəndə sevinirik. Deyirik, bunu adam eləyəcək. Törəmə bilən gəl, falan olsun. Hə var? Valla şokdayam. Sonra da deyirlər ki, uşaqları yoxlayıb götürəndə nəticə olardı. Yoxlayıb götürüb vacibdir da. Görən desin, mən yoxlayıram ki, görüm hələ insandır yoxsa yox. Səni demirəm, ümumiyyətdir. Ha. Yani. Neyi? Hala da öğrenmem sana ha. X üstü 0 neçədir? Öğren. Yaxşı. İndi ürəklə nəyi sübut edəcəkdik? Ulduz deyəsən neçə olur? Ulduz 4, ulduz 5 olur. Hə. Gənclər dedik ki, integral A-dan B-yə fx dx bərabərdirsə A-ya, onda integral B-dən A-ya fx dx bərabərdir nəyə? Mənfi A-ya. Bunu göstərməyə çalışacaq. Çox rahat olacaq. Qəşəng qulaq asın. Deməli, məsələ nədir? Deyirəm, tutaq ki, elə fx funksiyası var ki, onun törəməsi bizə nəyi verir? Balaca fx-i verir. Onda bu o deməkdir ki, balaca fx-in integralı bizə nəyi verəcək? Fx plus c. Bu isə o deməkdir ki, A-dan B-yə fx dx bərabər olacaq nəyə uşaqlar? Fb çıxılsın f-a-ya. Razısınız? Verilənə görə bu nəyə bərabər imiş? Böyük a-ya. İndi integral B-dən a-ya fx dx-ə baxaq. Yenə B-dən a-ya fx dx hesablayanda fx-in integralı nədir? Böyük f. Onda yerinə nə qoyacaq əvvəlcə? A, sonra B bunları çıxacaq. İndi məlum məsələdir ki, əgər fb çıx f-a adırsa, onda f-a çıx fb nədir? Mənfi adır. Çünki bunlar bir-birinin nə idi? Əksidir. Bu isə bizim o danışdığımızı sübut edir. Aydındır? Çox bəsit. Nəymiş bu? Mənfi adır. Belə. Yaxşı. Deməli nə deyir uşaqlar? İntegral 3-dən b-yə x plus sinüs kvadrat x, üstə gəl 3-dən b-yə x plus kosinüs kvadrat x, burada bir dənə nə olmalı uşaqlar? dx bərabərdir 0-dan b-yə 2x dx-ə. İndi burada biz çox şanslıyıq. Niyə? Çünki bunun sərhədləri ilə bunun sərhədləri eyni. Yəni ikisi də 3-dən b-yə. Dolayısıyla mən bunları nə edə bilərəm uşaqlar? Bir integral altında yaza bilərəm. Bunda cavab olacaq nə? İntegral 3-dən b-yə
x plus sinüs kvadratı x plus kosinüs kvadratı x plus vur dx. Möhtəşəm. Niyə möhtəşəm? Çünki sinüs kvadratı x ilə kosinüs kvadratı x-in cəmi nə eləyir? 1. Əks halda mən orada sinüs kvadratı x-in integralını tapmağa çalışsaydım çox əziyyət çəkərdim. Dərəcəni azalt, neynə uzun artacaq. Bərabərdir nəyə? İndi burada nə olur? İntegral 3-dən b-yə 2x plus 1 dx. Nədir bəs 2x-in integralı? X kvadrat plus 1'in integralı x. Hardan hara? 3'den b. Əvvəl yerinə nə qoyacağıq? B. Nə alacağıq uşaqlar? B kvadrat plus b çıx 9. 9 yox, 12. Bu mənim bu tərəfimin nəticəsi. İndi gəlin bunu hesablayaq. 0-dan b-yə 2x dx. 2x nəyin integralıdır? Törəməsidir. Olacaq x kvadrat 0-dan b-yə. Əvvəl yerinə nə qoyacağım? B. Sonra da 0. Nə olur uşaqlar? B kvadrat. Onda mövlam bunlar bir-birinə nə imiş? Bərabər imiş. Yəni sağ tərəf b kvadrat plus b minus 12 bərabərdir nəyə? B kvadrat. Buradan çıxır ki b çıx 12 bərabər 0-a. B bərabər neçəyə uşaqlar? 12. Aydındır. Cavab 12. Keçirəm sıradakına. Hər şey çox rahatlıqla keçir. Bax, qayda nə qədər qayda öyrənmişik? 3-4 dənə qayda öyrənmişik. Demək olar ki, qəbul edəcəm bütün sualları nə edə bilirik? Həll edə bilirik. Çox qısa qayda. Riyaziyyatın gözəl tərəfi budur da. Az qayda, çox düşüncə. Az qayda. 3-4 dənə qayda, amma onları nə etməyi bacarmalısan sən? İstifadə eləmək. Gözəl tərəfi də var. Sən bir tərəfdə bu qabiliyyəti əldə edəndə bu o birilərə də təsir edir. Çünki qayda azdır axı. Artıq qabiliyyətli bir insansan, əlində olanla axtarının arasında əlaqə qurmağı bacara bilirsən, törəmədə bunu bacarsan, integralda da bacararsan, 3 buzaqda da, 4 buzaqda, hər yerdə. Bir dənə çətin olan nədir? Onu bir dəfə bacara bilmək. Amma burada çox çətindir da. Tarix kimi deyil da. Bu mövzunu oxusan, bu mövzunu yazarsan. Riyaziyyat elə deyil. Riyaziyyat elə deyil. İndi, birinci bunu anlamağa çalışaq. Gəlin özümüz, baxın, diqqət eləyin. Hamısında hansı funksiyadan söhbət gedir? Fx-dən. Tutaq ki, bu fx böyük fx-in törəməsidir. Balaca fx, günəş, kimin törəməsidir? Böyük fx-in törəməsidir. Dolayısıyla fx-in integralı nəyi verəcək? Böyük fx. Onda mövlam bu ifadə nəyə bərabər olacaq qardaşım? F4 çıx F1. Bax ki, məsələ budur da. Başa sən deyəmirsən, amma alsu deyil. İndi sən özün də bilirsən. Bax, sən nə soruşdun, sən düşünənmə. Mən nə soruşdum, bu nəyə bərabər? Sən də düşündün, tapanma, amma o tapdı. İndi sual, niyə? Alsu ömür boyu integral görmüşdün? Yox, ilk dəfə görsən. Keçən yer. Demeden olursa da. İlk dəfədir. Mən də birinci dəfə görürəm. Yaxşı. F4 çıxılsın F1. Nəyə bərabər imiş? 12'ye. Keçək ikinciyə uşaqlar. Bu 2'ni buradan silir. Buraya yazabilirdik. Sonra da hər tərəfi 2'ye bölebilirdik. Onda nə aldıq uşaqlar? 1'dən 3'ə fx dx bərabər 22. Nə demək uşaqlar bu? Eyni f'dir da, hə? Çünki bu balaca fx'dir da hamısında. Onlar da integralı böyük fx olacaq. Nə olacaq uşaqlar? F3 çıxılsın f1 bərabər neçəyə? 22'ye. İndi mən bunları uşaqlar alt-alta çıxsam, f1'lər bir-birini götürəcək, toplasam yox ha, çıxsam. Nə əldə eləyəcəyim? f4 çıxılsın f3 bərabər neçəyə? Mənfi 10. İndi uşaqlar, 3'ü kənara çıxara bilərəm. Onda belə bir şey alacağım. 3 vurulsun integral 4'dən 3'ə fx dx. Bəs bu nə demək integral 4'dən 3'ə fx dx? F3 çıxılsın f4. Neçə vurulsun? 3 vurulsun. F3 çıxılsın f4. Mən f3 çıxılsın f4'ü bilmirəm. Amma nəyi bilirəm? Bunu tapa bilərəm mi bəs? Cavab nədir? 10. 3'ə vuranda 30. Aydın oldu? Tamam. Çoktur. İşlemek lazımdır. Çok. Onda buradan
En başdakı uşaqlar qaydaları bir də deyirik. Əgər fx-in törəməsi fx-dirsə, onda integral a-dan b-yə fx dx bərabərdir nəyə uşaqlar? fb çıxılsın f-a. Nədir bunun adı? Newton, Leibniz, düstur. Çox pis yazdı. Bəli, gözəllik. 2024. Deyir ki, 3-dən a-ya sinus kvadrat x dx bərabərdir a-dan 3-ə. Diqqət elə, burada bir əlaqə var. 3-dən a-ya a-dan 3-ə. Kosinus kvadrat x dx plus 7. Həmən sən söhbəti tutdun. Burada sənədlərin yeri dəyişir. Nə edə bilirdik? Qarşısına mənfi ata bilirdik. Onda bu ifadə belə olacaq. 3-dən a-ya sinus kvadratı x dx bərabərdir mənfi 3-dən a-ya kosinus kvadratı x dx plus neçə? 7. Bu ifadəni bərabərliyin digər tərəfinə keçirdəndə üstə gəl olacaq. Nə alacaq bunda uşaqlar? 3-dən a-ya sinus kvadratı x dx plus yenə 3-dən a-ya kosinus kvadratı x dx. Bayaq öyrəndiyin qaydaya görə sərəntlər eynidirsə bir integral altına yaza bilirəm. Onda yazıram integral 3-dən a-ya sinus kvadratı x üstə gəl kosinus kvadratı x dx. Nə edir ürəklə sinus kvadratı x plus kosinus kvadratı x? 1. Onda olur integral 3-dən a-ya 1 dx. Yəni nədir bəs 1-in integralı? X. X. 3-dən a-ya. Nə anlama gəlir? Açıq 3. Neçə bərabər imiş? 7-yə. Tamam. Aydındır. Çətin deyil. Asan deyil. Başta geçtim. Ne daha? Gəldik sıradakına. Deyir ki, a-dan b-yə integral fx dx bərabərdir a-dan c-yə integral fx dx plus c-dən b-yə integral x. İndi bunu çox bəsit sizə sübut edəcəm. Bax, tutaq ki, elə bir fx funksiyası var ki, onun törəməsi nəyi verir? Balaca fx-i verir. Onda mənə bu integralın nəticəsini deyə bilərsiniz. Afərin. fc çıx f-a. Üstə gəl. Bəs bu integralın nəticəsi. Bir dəqiqə bunu başqa rənginə yazaq. Nə? fb çıx fc. Bu da bu integralda. Bu birinci, bu ikinci. Bəs bunları toplayanda bu nədir uşaqlar? f-adır. Hə. fc-lər bir-birini aparacaq. Geriyə nə qalacaqdır? fb çıxılsın f-a. Bəs bu nədir ki? Demək düzdür. Aydındır. İndi görək nə deyir? Deyir ki, integral 1-dən 3-ə 2fx bərabərdir 14-də. Həmən uşaqlar 2-ni nə edərik? Silərik buradan. Gətirərik bunun qabağına. 2 vurulsun 1-dən 3-ə fx bərabər 14. Hər tərəfi neçəyə bölərik? 2-yə. Alarıq ki, 1-dən 3-ə fx dx bərabərdir 7-yə. 3-ü uşaqlar qarşıya gətirərik. Hər tərəfdə bölərik 3-ə. Nə alarıq uşaqlar? 4-dən 3-ə fx dx bərabərdir 6-ya. Bu ləzzət eləmədi. 1-dən 3-ə kaş ki 3-dən 4-ə olardı. Toplaya bilərdik. Düzdür? Ona görə bunu çevirək. 4-dən 3-əni dəyişək eləyək nə? 3-dən 4-ə fx dx, onda 10-aya bərabər olacaq? Mənfi 6-ya. Onda bu ifadə ilə bu ifadəni toplayaq. Yəni nəyi uşaqlar? 1-dən 3-ə fx dx-in üstünə gələk 3-dən 4-ə fx dx. Nə əldə eləyəcək uşaqlar? 1-dən 4-ə, hə? Əldə eləyəcək 1-dən 4-ə fx dx. O da bərabərdir neçəyə? 1-ə. Hardan aldın 1-i? 7 ilə mənfi 6-nı topladım. Nə aldın? 1. İndi məndən soruşulan nədir? Bu 4-ü buradan silib, buraya yaza bilərəm. Məndən soruşulan budur. 4 vurulsun integral 4-dən 1-ə fx dx. Mən 4-dən 1-əni bilmirəm, amma nəyi bilirəm? 1-dən 4-əni bilirəm. 1-dən 4-ə fx dx əgər 1-dirsə, 4-dən 1-ə nədir? Mənfi 1. Cavab nədir onda uşaqlar? 4 vur mənfi 1, o da nə eləyəcəkdir? Mənfi 4. Aydındır?
Yaxşı. Sonra Yaxşı uşaqlar. Keçdik daha fərqli temalara. Deməli, sinus x-in törəməsi. Sinus x-in törəməsi bizə nəyi verirdi? Kosinus x-i. Demək ki, kosinus x-in integralı da bizə nəyi verəcəkdir? Sinus x-i. Amma diqqət edək, yadınızdarsa, demişdik ki, sinus u-nun törəməsi olacaqdır. Kosinus u, burası verəcək. Ona görə də sinus ax plus b-nin törəməsi olur. Kosinus ax plus b, vur bir də ax plus b-nin törəməsi. Yəni nə? Elə a. Ona görə də uşaqlar, kosinus ax plus b-nin törəməsi integralını tapanda olmayacaq sinus ax plus b. Olacaq sinus ax plus b böl a. Yəni sonradan bu aya vuranda o alar bir-birini nə eləsin? Götürsün və həqiqətən də geriyə nə qalsın? Kosinus ax plus b qalsın. Aydındır? Məsələn, kosinus 2x-in integralı sinus 2x yox, nə olacaq? Sinus 2x böl 2. İndi həqiqətən də baxın, sinus 2x böl 2-nin törəməsi alanda olacaq kosinus 2x vur 2 böl 2. İkilər bir-birini nə götürəcək? Eynən, kosinus 3x plus 1-in integralı olacaq sinus 3x plus 1 böl 1-də x-in əmsalı 3 plus c. Həmişə belə olacaq. Mürəkkəb funksiya tapanda uşaqlar, əgər o buradakı xətti funksiyadırsa, həmişə x-in əmsalına nə eləməlisən? Bölməlisən. Xətti funksiya deyilsə zaten o başqa bir temadır. Orada o əziyyətdir. O fərqli bir, o xüsusi bir sual olması gərək. Amma xətti funksiyadırsa sıxıntı yox. İndi baxırıq buna. 0-dan pi bölü 2-yə kosinus kvadrat x çıx sinus kvadrat. Bu sizə tanışdı. Nədir ki bu? Bunda olacaqdı integral 0-dan pi bölü 2-yə kosinus 2x dx. Nədir kosinus 2x'in integralı? Nəyin törəməsi kosinus eləyir? Sinus. Nə olacaq onda? Sinus 2x böl 2. 0-dan pi böl 2-yə. Əvvəl yerinə pi böl 2 qoyardık uşaqlar. Cavab olacaq 2-də 1. 0 qoyanda da 0. Nə oldu cavab? Yoxdur. Niyə yoxdur? Bir də 2 sinus 2x vurur 2. Yox, pi eləyir uşaqlar. Pi'də də 0 olur usta. 0 çıx 0, cavab 0. Yenə uşaqlar integral suallarında unutmayacağıq ki, sinus 2x həmişə nəyə bərabərdir? 2 sinus x, kosinus x, cevabı hanı? Onun valideynlə yazdım. Kosinus 2x nəyə bərabərdir? Kosinus kvadrat x çıxılsın. Sinus kvadrat x. Birin yerinə uşaqlar lazım gəlirsə nə yazmağı bacarmalıyıq? Kosinus kvadrat x üstə gəl, sinus kvadrat x. Əlavə olaraq uşaqlar öyrənmişdik ki, bir çıxılsın, kosinus ax-in yerinə nə yazırdı? 2 sinus kvadrat ax. 2 sinus kvadrat ax bölü 2. Bir üstə gəlinsin, kosinus ax-in yerinə nə yazırdı? 2 kosinus kvadrat ax bölünsün 2. İndi başlayaq. Birincisi, bu hissə mənim diqqətimi çəkdi. 1 çıx kosinus 2x. Nə yazıla bilər 1 çıx kosinus 2x'in yerinə? 2 sinus kvadratı x. Sinus 2x'in yerinə uşaqlar nə yazıla bilər? 2 sinus x kosinus x. Nədir burada ortaq qrup? Bəli, çıxarsaq uşaqlar 2 sinus x-i qalacaq 2 sinus x vurulsun. Sinus x çıxılsın, kosinus x. Məxrəsdə nə var uşaqlar görürsünüz? Sinus x çıx kosinus x. Getdi mi buradan sinus x çıx kosinus x-də? Nə qaldı? İntegral 0-dan pi bölü 2-yə 2 sinus x dx. Nasılsınız? Bəli. 2 ilə işimiz yoxdur, 2 qalır. Sinus x-in integralı nədir uşaqlar? Mənfi kosinus x. Çünki mənfi kosinus x olmalıdır ki, törəməsi nə eləsin? Sinus x. Çünki kosinus x-in ki, mənfi sinus x idi. Mənfi 2 kosinus x. Hardan hara? 0-dan pi bölü 2-yə. Əvvəldə gətirib x-in yerine nə qoyarıq? Pi bölü 2. Kosinus pi bölü 2 nədir? 0. Çıxılsın, sonra nə qoyarıq? 0. Kosinus 0 nədir? 1. Onda olacaq 0 çıx mənfi 2, cavab 2. Sıradakı 1 çıxılsın, kosinus 2x'in yerinə nə yaza bilərik? 2 sinus kvadratı x. Onu da nə ilə vururuq? 2'də 1 ilə. Getdik, köşə də salırıq. Nə qalır buradan uşaqlar? Modulda
sinus x. Onda mənim integralım belə olur. İntegral mənfi pi bölü 2-dən pi bölü 2-yə modulda sinus x dx. Bir dəqiqə. Mənfi pi bölü 2, pi bölü 2. Hansı rüblərdir uşaqlar? Bax, bura bilirsiniz, bura nədir? Mənfi pi bölü 2, bu nədir? Pi bölü 2. Deməli, bu rüblərdir. Hansıdır bunlar uşaqlar? Birinci və dördüncü rüblər. Əslində uşaqlar, bunu pirus eləsəydik, bu daha rahat olardı. Çünki indi bir qaydanı keçməmiz lazım idi. Ondan sonra bu sual soruşulardı. Nəysə, daha deyək daha. İndi görürsünüz ki, burada bir problem var. Problem nədir? Sinus x funksiyası dördüncü rübdə mənfidir, birinci rübdə müsbətdir. İndi biz bilsəydik ki, müsbətdir, olduğu kimi çıxarardı. Bilsəydik mənfidir, qabağına mənfi atar. Amma indi bilmirik artıq, bəzən müsbətdir, bəzən mənfidir. Onda burada nə edəcəyik? İntegralın o məşhur xassəsindən istifadə edəcəyik. Nə demişdik? A'dan C'yə fx dx plus C'dən B'yə fx dx nə idi? A'dan B'yə fx dx. Bu da tərsdən edəcək. Onda bunu mən belə yazanmaram. İntegral mənfi pi bölü 2-dən 0-a modulda sinus x dx. Üstə gəlsin integral 0-dan pi bölü 2-yə modulda sinus x dx. Olar olmaz. Sənədlərə baxın hələ. Mənfi pi bölü 2-dən 0-a, 0-dan pi bölü 2-yə. Olar? Bəli. İndi buna baxırıq. Mənfi pi bölü 2 0. Neçənci rüb deməkdir mənfi pi bölü 2-dən 0-a? Dördüncü rüb. Dördüncü rübdə sinus mənfidir. Mənfi olduğuna görə moduldan necə çıxacaq? Qarşısına mənfi atacaq. Onda bu olacaqdır. O mənfi də nə edəcək uşaqlar? Sənədlərin yerini nə edə bilər? Məsələn, dəyişə bilər. Onda olacaqdır integral 0-dan mənfi pi bölü 2-yə sinus x dx. Üstə gəl. Burada 0-dan pi bölü 2-yə neçənci rübdür? Birinci rübdə sinus x. Müsbətdir. Müsbət olduğuna görə moduldan necə çıxacaq? Olduğu kimi olacaq elə 0-dan pi bölü 2-yə sinus x dx. Sinusun integralı nədir? Mənfi kosinus x. Düzdürmü? Onda birincinin nəticəsi olacaq. Mənfi kosinus x 0-dan mənfi pi bölü 2-yə. Üstə gəl ikincinin nəticəsi nə olacaqdır? Mənfi. Hə, olacaq uşaqlar nə? Yenə mənfi kosinus x. Bu dəfə haradan hara uşaqlar? Yenə 0-dan pi bölü 2-yə. İndi gətirib yerinə uşaqlar mənfi pi bölü 2 qoyanda 0 eləyəcəkdir. 0 qoyanda nə eləyəcəkdir? Mənfi 1 yoxsa 1? Mənfi 1. 0 çıx mənfi 1. Bu elədir 1. O birini hesablasaq, o da eləyəcək 1. Cavab nə olacaq onda? 2. Aydındır? 2. Dəqiqə diyorum. Hala yok, göndereceğim. Ben Cemal Hanım'a yazdım. Ne dedi? Aferin. Ha. Yaxşı, ürəklə. Çox ağır oldu. Neçə saat oldu uşaqlar? Bir 10 dəqiqədə davam edək, biraz dincələk. Bir 10 dəqiqədə davam edək. Ya da elə burada saxlayaq. Çünki indi keçirik sahəyə. Sahəni danışıb uşaqlar bitirəcək. Narahat olmayın, bir şey qalmır. Görəcəz əldə. Onların yürə var. Çətin bura qədər. Yazan tabi. Çox gözəl deyil uşaqlar. Narahat eləmir. Mən bu balığa oxşuyur. Möhtəşəm bir şey. Bax buna bak. Bax buna bak. Buna bak. Əladır. Yaxşı uşaqlar, davamı reklamlardan sonra.